Toksik münasibətlər. Bu dövrlər ən çox eşitdiyimiz şeylərdən biridir münasibətlərlə bağlı. Niyə bu qədər çox eşitməyə başlamışıq? Təbii ki, çoxaldığına görə. Niyə çoxalır soruşsaz məndən? Mən deyəcəm ki, bu qeyri-ailə münasibətlərinin, xüsusilə də ayrılmış, boşanmış insanların və yaxud da evlilikdən qabaq uzun müddətli, hər tərəfli, açıq münasibət yaşamağı normal qəbul edən insanların yaşadığı münasibətlərdən dolayı artır. Qeyri-ailə münasibət. Təbii ki, ailə münasibətlərində də toksik münasibətlər olur. Amma əmin olun ki, daha çox böyük fərqlə deyərdim hətta qeyri-ailə münasibətlərində. Niyə qeyri-ailə münasibətlərində daha çox olur? Çünki bir evi paylaşmayan münasibət, söhbət yaxın münasibətdən gedir. Hər tərəfli münasibət. Bir evin paylaşılmadığı münasibətdə ciddi münasibət olursa, yəni arada bir sevgi bağı var, aşıq olma durumları var, zaman bağlılığı var, doğmalıq yaranır və s. Zaten qeyri-ciddi münasibətdə toksiklik olmur. Toksiklik ciddi münasibətlərdə olur. İndi biz bu ciddi münasibət dediyimizin də böyük bir qismi qeyri-ailə münasibətləridir. Bu hallarda tərəflər bir müddətdən sonra artıq belə deyəm, mızmızlanmağa başlayır. Ən çox da qadın tərəf. Qadın tərəf. Ümumiyyətlə bu cür münasibət tərzi biraz fikrimi yolda denə, fikrimi tam toparlayıb danışmaq istəyirəm. Çünki bu ciddi və həssas mövzudur. Kənar qalınan münasibətlərdə uzun müddət davam edə bilməz bu münasibətlər. İstəklər fərqli məcraya keçir. Gözləntilər, istəklər, birlikdə zaman keçirmə şeyləri və qadın tərəf zaten cins olaraq daha çox narazı tərəf olduğuna görə, yəni ailə münasibətində belə qadınlar ən çox narazılığa meyilli tərəfdir. Kişinin də təbii ki, cins olaraq zəiflikləri var. Bu başqa mövzuda, ondan danışarıq sonra. Qadının əsas cins olaraq zəif yeri razı qala bilmək, təqdir eləyə bilməkdir. Və bu, dediyim kimi, qeyri-ailə münasibətlərində daha çox üzə çıxır. Xüsusilə də münasibət uzandıqca, ailə formatına keçmədikcə narazılıqlar başlayır və soyumalar başlayır. Soyumalar başlayır, ortada bir ailə olmadığına görə ayrılıb barışmalar tez-tez olur. Elə bir, necə deyərlər, pişik askıran kimi həvsi ayrılaq, bitirək. Yəni, bunun çəkinəcəyi yoxdur da, qanunla zaten tənzimlənmir münasibət. Hüquqi məcraya keçməyib, mərhələyə keçməyib, ailə qurulmayıb, nikah yox, bir şey yox. Bir şey olmamış, yox, ayrılaq, yox, bizdə alınmayacaq. Yəni, bu cür hallar tez, daha kövrək münasibətlər var da, bir nəticədə. Bu cür kövrək münasibətlərlə də münasibətin toksikləşməsi təbiidir, labüddür hətta, deyərdim. Yəni, get-gəlli olması, yox, bitirək, yox, barışaq, bitirək, barışaq və asılılıq yaranır bir-birindən. Bir-birinə əslində bir tutkuları, sevgiləri, bağları da qalmır və yaxud çox ciddi zədələnir. Eyni zamanda da qırıla bilmirlər bir-birinə, artıq öyrəşiblər, ayrı qala bilmirlər, amma təzədən barışlar, amma nə bir yerdə alınır, nə ayrı alınır. Və bu da olur sənin üçün toksik münasibət. Mövzunun çox detalları var, nəyə görə məhz qeyri-ailə münasibətlərində bu cür formalaşır. Bəzi detallara girmirəm, çünki məkana çatmışam. Fikrim daha çox hardan girim ki, orada düzgün park eləyim, xəstəxanaya girə bilim məsələsindədir. Ona görə fikrimi tam toparlaya bilmirəm açığı. Yəni ki, sözün qısası, nəticəsi budur ki, xülasəsi. Mustafası belə deyək.
Biz mümkün qədər ailə münasibətlərinə yönəlməliyik. Mümkün qədər ailə münasibətlərinə yönəlməliyik. Ciddi münasibət ailə olmadan uzun müddət davam edə bilməz. Çox nadir hallarda davam eləyər. O da yenə böyük ehtimal, yəni 1% hallarda davam eləyəcəksə belə, o da toksik bir vəziyyətdə davam eləyəcək, mən sizə deyim. Yəni bu tanıyaq, bir-birimizə tam bələd olaq, tam iç-içə olaq, sonra evlənək söhbəti artıq Avropada da özünü doğrultmamış bir şeydir qərb dünyasında. Hətta belə bir statistika var, mən bu Fərhad bəydən eşitmişdim onu, Fərhad Pərvizdən ki, İngiltərədə aparılan araşdırmalara görə deməli, görücü üsulu ilə deməli, özləri bir-birini tanıyıb, sevib, uzun müddət yaşayıb, sonra evlənənlərin 50% boşanır. Təsəvvür edirsiniz 50% nə demək? Yarısı. Yuxarı aşağı bizdə də elədir artıq vəziyyət. Amma görücü üsulu ilə evlənənlərin təxmin edin neçə faizi boşanır. Yəni vasitəçiliklə. Deyə bilərsiniz ki, İngiltərədə hələ də elə bir şey var. Var, bəli. Kimlərsə daha konservativ yanaşır və düşünür ki, və yaxud da məntiqçi yanaşır, və yaxud da işi gücü olur, deyir şəşi bir nəfər uyğun bildiyi birinin məsləhət görər, görüşərik, tanış olarıq, evlənərik. Yəni bu cür yanaşanlar da olur. Ay, buradan dönməliydim, buradan da yaddan çıxdı. Eybi yoxdur, qabaqdan dönərik. Görücü üsulu ilə evlənənlərin 7% cəmi boşanır. Təsəvvür edirsiniz, nə boyda fərq var. Biz nə edirik? Təzədən deməli qayıdırıq köhnə zamanların üslublarına. Daha doğrusu qayıtmalı olacağıq bu gedişlə getsə. Yəni bunu Avropada hansısa bir ölkənin statistikası açıq şəkildə göstərirsə ki, görücü üsulu ilə evlənmələrdə daha az boşanmalar olur. Təbii ki, mənə görə boşanmanın olmaması, problemin olmaması demək deyil, xoşbəxt ailənin olması demək deyil. Bizim cəmiyyət buna bariz nümunədir. Yəni, ailə davam edirsə, o demək deyil ki, hər şey yaxşıdır. Əksinə bizdə xoşbəxt ailə bu dəqiqə həqiqətən çox az tapılır, çox təəssüf ki. Yəni, bu da başqa bir bəladır, başqa bir mövzudur. Amma hər bir halda boşanma özlüyündə bir problemdir, düzdürmü? Nə qədər buna normal baxsaqdır. Mənim özüm də yaşadığım bir şeydir, açıq deyə bilərəm. Amma biz nə anlayırıq? Səhv girmədim? Yox, səhv girmədim. Buradan girəcəm. Onu anlayırıq ki, əslində sağlam evlənmə üsullarından biri də görücü üsuludur. Deməli, danışdıq ki, toksik münasibətlərin artması ən çox qeyri-ailə münasibətlərinin artmasına görədir. Siz belə bir durum var da, belə bir durum var. Belə bir hal var. Yaygınlaşmış bir hal, kütləviləşmiş deyə biləcəyimiz bir hal. Ailə olmayan ciddi münasibətlər uzandıqca nə baş verir ki, münasibətlər toksikləşir. Biraz daha detala girsəm, məncə sizə də maraqlı olar. Baxın, kişi və qadın münasibətlərində ibtidai maraqlar, yəni ibtidai ehtiyacların qarşılanması. Tutaq ki, kişinin ehtiyacı nədir? Tutalım, cinsel, sonra uşaq dünyaya gətirmək, uşağa baxmaq, ailə məişət işlərinin idarə olunması. Yəni, qadın tərəfindən ehtiyacları budur, kişinin əsasən. İndi bu romantikasını qoyuruq da işin qırağı. Ümumi ibtidai ehtiyaclar. Hansı ki, hər dövrdə basqın olur. Düşünməyək ki, bu dövr artıq, nə bilim, başqa dövrdür, ibtidai ehtiyaclar dövrü deyil, əsarı yox. Qadının da nəyə ehtiyacı var? Ailə olsun, bir dam olsun, evi olsun, övladı olsun, evladına baxsın. Kişi də onu mümkün qədər koruyub, kollasın, türklər demiş. Təbii ki, indiki müasir qadının düşüncəsi biraz iş həyatı, karyera, öz ayaq üstə durma falan, bunlar da hamısı başa düşüləndi. Ayrılıq durumlarında, kişilər tərəfindən haqsızlığa qalma durumlarında qadınlar ortalıqda qalmasınlar deyə, ciddi sıxıntılar yaşamasınlar deyə xüsusilə öz ayaqları üstə durmağı əvvəlcədən artıq planlı bir şəkildə bacarmağa çalışırlar. Bu da çox normaldır. Bu da qınanılacaq bir şey yoxdur. Amma ibtidai ehtiyaclar elə ehtiyaclardır ki, bunlar xüsusilə kişinin ehtiyacları qeyri-ailə durumunda qarşılanmır təəssüf ki. Yəni, məsələn, ailə olmayan durumda təbii ki, qadın
uşaq dünyaya gətirmir, uşaq tərbiyə eləmir, nə bilim evin hansısa işlərini görmür və s. və s. Amma kişi ailə durumunda qadına nə verəcəkdisə, sualım, müəyyən diqqəti, sevgisi, romantik olsun, qeyri-romantik olsun, vaxt ayırmaq, nə bilim gəzmək, dolanmaq falan. Bunlar zaten 80% belə deyək, payla reallaşır. Baş tutur, yəni. Deməli, nə baş verir? Dəqiqə buradan düzmü gedək, yoxsa sola mı dönək, onu fikirləşdim, yox. Sola dönüm, mola dönüm, soram. Sola mola, sola mola dönürəm, sola mola. Sola dönüm, mola dönüm. Sola döndüm, mola döndüm. Çıxdım pantomim teatrına. Ən sevimli mənim sevimli teatrımdır. Baxın, bura mütləq gəlmək lazım. İnşallah bu həftə sonu da Bakıda olsam bura gələcəm. Möhtəşəm yerdir. Aha. Deməli, harada qalmışdıq? Qadın zaten ailə vəziyyətində də alacağının böyük bir hissəsini, yəni kişidən daha çox hissəsini belə münasibətdə də almış olur. Üstəlik sonradan da biraz da kaprizləri artanda kişidə şuuraltı olaraq münasibətdən qaçmağa, soyumağa, ayrılmağa da meyil daha çox yaranmış olur. Baxın, bilməm, Türklər demiş, anlatabiliyor mu vəziyyəti? Yəni kişi zaten ailə vəziyyətində alacağının böyük bir hissəsini belə münasibətdə almır, ancaq romantik tərəfini ala bilir. İndi bu məsələ kimsə müzakirəyə aça bilər, kimsə razılaşmaya bilər, xüsusilə də qadını dinləyən qadınlar varsa əks argumentlər gətirə bilər. Haqlı argumentlər də ola bilər təbii ki. Mən bunları hamısını nəzərə alıram. Bilirsiniz, qısa fikirdə bir məsələni qısa ifadə edəndə orada tənqidə yer həmişə olur. Tənqid olunacaq məqamlar qalır. Mənim də söhbətimdə kimlərsə nəyisə tənqid edə bilər. Mən ümumi danışıram da biraz. Ümumi ehtimallarla. Bu səbəblərdən dolayı və bayaq dediyim kimi qırılmamaq üçün, ayrılmamaq üçün ciddi bir tutub saxlayacaq bir şey yoxdur da. Duyğular da yavaş-yavaş zaten sönüb. Ailə olanda elə deyil axı. Arada mülk məsələsi var, valideynlər var, nə bilim insanların nəzəri var. Nə qədər biz bunu desək də ki, insanlara görə, başqalarına görə yaşamayaq, elə deyil. İnsan bir çəkinir də. Nə qədər sən ailə olmayan halda sən 10 dəfə də münasibət qurub ayrıla bilirsən. Heç kimi xəbərdə olmur, amma sən nə qədər ətrafı nəzərə almayan bir insan olsan belə 10 dəfə evlənib boşana bilərsən, yox. Artıq birinci dəfə ayrılandan sonra ikinci dəfə belə o qədər həssas yanaşarsan ki, fikirləşərsən ki, sonra bundan da ayrılaram, el aləm nə deyər ki, bu normal adam deyil, yəqin. Üçüncü dəfədə xüsusilə bu şeyləri nəzərə alarsan. Yəni, bunlar təbii hallardır. Ona görə ailə olmayan münasibətlərin qırılmağa meyli qat-qat daha çox olur və deməli, toksik olmağa da namizəd olurlar. Bir mənalı şəkildə. Ona görə, qardaş, ən gözəli nədir? Ailə münasibətidir. Kim nə deyir desin. İndi bu da başqa tərəflər olan mövzudur. Ona toxunmaq olar, danışmaq olar, amma ondan iş bitmir. Yəni, qulaq asan yeniyetmələrə sözüm odur ki, gənclərə, yeniyetmələrə, hələ evlənməmiş olanlara, əgər düşünürsünüzsə ki, çoxlu münasibətlər yaşayıb, ondan sonra evlənsəz daha yaxşıdır. Çox böyük səhv edirsiniz. Çox böyük səhv edirsiniz. Gəldi hara? GoPro Bakuya. Tamam.